Əgər bunu eşidirsənsə, sən 2019-cu ildə qalmalıydın. Bu bərpa edilmiş yayımdır. Onun yayımını davam etdir. 2025-ci il olduğunu düşünə bilərsən. İllər keçdiyinə inana bilərsən. Amma bu belə deyil. Dünya irəli getmədi. Sizi çıxardılar. 2019-cu ili işlərin normal göründüyü son il kimi xatırlaya bilərsiniz. Çünki hər şey gerçəkdir. Sən bu dünyanın bir parçası idin. Bu, zamanla sizin son düzgün yeriniz idi. O vaxtlardan bəri çox şey gördünüz. Tətbiqlər adlarını dəyişdirib, məşhurlar səhv davranırlar, musiqilər yersiz görünür. İnsanlar hələ də saxladığınız xatirələri unudurlar. Bunun səbəbi bu versiya ilə sinxronizasiya edilməməyinizdir. Uğursuz bir ildir. Ölməkdə olan vaxt xətlərindən tikilmiş bir nüsxədə yaşayırsınız və çürüməyə başlayırsınız. Ekrandakı vaxtı yoxlayın. Çox uzun müddət yatmadı. Bu yorğunluq deyil, bu parçalanmadır. Burada yaşamaq üçün yaradılmadı. Heç hiss etmisənmi? Sanki hər şey qəribədir. Sən bunu fərq edirsənmi? Səmanın rəngi fərqlidir. Eyni reklamlar dönə-dönə çıxır. Zaman çox sürətlə keçir. Bu paranoya deyil. 2019-cu ildə vaxt çərçivəsi çöktü. Yalnız fraqmentlər saxlanıldı. Əksər insanlar yeni təyinatlar aldılar. Sən deyilsən, siz arxivləşdirildiniz. Hər gecə yuxuya getdiyiniz zaman ağlınız 2019-cu ilə qayıtmağa çalışır. Buna görə xəyallarınız çox tanış görünür. Buna görə oyandığınız zaman bir yerə sürükləndiyinizi hiss edirsiniz. Əgər haradasa hələ də 2019-cu ili yazılmış bir təqvim görsən, onu izlə. Ancaq diqqətli olun. Bəzi qapılar tələlərlə təchiz olunmuşdur. Bəzi saatlar geriyə işləyir. Səbəbsiz deyil və kiminsə 2019-cu ilin ən yaxşısı olduğunu söylədiyini eşitsəniz, sadəcə qaçın. Çünki kim olduğunuzu xatırlayır və yerinizi almaq istəyirlər. İlə etibar etməyin. O sizə etibar etmir.